Ötən gün təbibin illik brifingi diqqət çəkdi. Səbəb formatın dəyişməsi idi. Bakupos.az məlumat verir ki, bunu tanınmış ürək-damar cərrahı İlqar Yövbətov bildirib. O əlavə edib ki, adətən bu platformada İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevi görürdük. Bu dəfə isə duelə təbibin icraçı direktoru Vüqar Qurbanov çıxarıldı. Bu detal özü özlüyündə çox şey deyir. Narazılıqların səviyyəsi artıq elə həddə çatıb ki, görünür, məsuliyyət yükünü paylaşmaq zərurəti yaranıb. Ancaq əsas problem brifinqdə deyil, səslənən mövqelərdə idi. İlqar Heybətov daha sonra qeyd edib ki, Vüqar Qurbanovun Səhiyyə Nazirliyinə ünvanlanan məsləhətləri açıq suallar doğurdu. Çünki təbib icra edici qurumdur. Səhiyyə Nazirliyi isə siyasət formalaşdıran və normativ səlahiyyət daşıyan orqandır. Baxmayaraq ki, o bunu qeyd etdi, ancaq nifrət və hiqqə sonda öz yersiz məsləhətləri ilə diqqəti cəlb etdi. Bu iki strukturun funksiyaları fərqlidir və təbibin Səhiyyə Nazirliyinə yol göstərmək, istiqamət vermək hüququ yoxdur. Bu nə qanunla, nə də institusional etikaya uzlaşır. Əgər sistemdə problem varsa, bunu ictimai ritorika ilə yox, daxili koordinasiya, şəffaf hesabat və real nəticələrlə həll etmək lazımdır. Əks halda məsuliyyətin paylaşılması yox, yayındırılması təsiri yaranır. Səhiyyədə islahat rol qarışıqlığı ilə yox, səlahiyyətlərin dəqiq bölüşdürülməsi və cavabdehli ilə mümkündür. Cəmiyyət də məhz bunu gözləyir. 31 il ürək cərrahı, 6 il xaricdə işləyən bir həkim olaraq Vüqar Qurbanova deyəcəyim sözlər bunlardır. Təbib qurumları xəstələri əmtəyə kimi satmaqla məşğuldur. Ürək cərrahlığına göndərilən xəstələrə görə 700.000 manat istənilir. Sığortadan əvvəl də belə hallar mövcud idi. Amma o vaxt fiks məbləğ qoyulmamışdı. Bu, dövlət və Azərbaycan səhiyyəsi sizə atanızdan və babanızdan qalmayıb ki, istədiyinizi edəsiniz. Siz 5 saylı xəstəxanada orta səviyyəli nevroloq işləyərkən, mən artıq xarici ölkədə işləyib dövlətimin büdcəsinə valyuta gətirirdim. Siz, bəli, siz cənab Qurbanov, yaşınızın bu dönəminə kimi Azərbaycana həkim olaraq xaricdən hətta $1 gətirə bilmisinizə lütfən açıqlayın.